Diaqramlarda M ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirmək üçün sənəd verən və imtahan nəticələrinə görə bu ixtisas üzrə magistraturaya qəbul olan oğlan və qızların sayları barədə məlumat veriblər. Məlumdur ki, M ixtisası üzrə 70 nəfər magistraturaya qəbul olub. 170 nəfərdir. Xanımlardan müraciət edənlər isə 126 nəfərdir. Amma 70 nəfər ümumi qəbul olubsa, 70-in 40% qədər oğlan, yəni 70-in 40%-ni necə tapırıq? 70-i 100 götürürük, 40%-ni x. 28 nəfər oğlan qəbul olub. Yerdə qalanı da, yəni 42 nəfər də xanımlar qəbul olublar. Deyir ki, suallarda oğlanların bu ixtisasa marağı qızlara nisbətən daha azdır. Əksinə, oğlanların marağı daha çox imişi, daha çoxu müraciət edib. Bu fikir səhvdir. Oğlanlar qızlardan zəif biliş nümayiş etdiriblər. Bu düzdür. 170 nəfər oğlandan 28 nəfər qəbul olub. 126 nəfərdən 42 nəfər qəbul olub. Yəni ki, daha az müraciət edib də daha çox qəbul olan xanımlardır. Bu fikir doğrudur. M ixtisası üzrə magistraturaya sənəd verənlərin 40%-dən çoxu qəbul olub. M ixtisası üzrə magistraturaya sənəd verən cəmi 296 nəfər var idi. 296 nəfərin cəmi 70 nəfəri qəbul olub. 70 nəfərin neçə faiz olduğunu tapmaq lazımdır. Deməli, 296-nı götürüb 100% götürəcəyik. 70-i də x% götürəcəyik. Bu təxmini olaraq 23,6% eləyəcək. Axı bu 40%-dən çox deyil. Deməli, bu fikir səhvdir. Sənəd verən hər 3 qızdan biri M ixtisası üzrə magistraturaya qəbul olub. Bu doğrudur. Çünki 126 nəfər xanımdan 42 nəfər qəbul olub. İxtisar gedir 42-yə, elə 3-dən biri qalır. Hər 3 nəfərdən biri qəbul olub. Doğrular 2 və 4.